Bismillah. Zarafatla da olsa dilinə ədəbsiz, yalan söz gətirmə. Kobud rəftardan və pis işlərdən uzaq ol. Ancaq həqiqəti söylə. Sağlam nitqə və şirin danışığa malik olmağa çalış. İnsanlara və heyvanlara mərhəmət göstər ki, Allah da sənə qarşı mərhəmətli olsun. Paxıllıqdan özünü qoru. Çünki bu həm Allahın, sonra da bəndənin nəzərində mənfi bir xüsusiyyətdir. Gecə tez yat ki, səhər də tez dura biləsən, ibadətinə və işinə gecikməyəsən. Qəzəblənməkdən və onun törətdiyi fəsadlardan özünü gözlə. Qəzəbləndiyin zaman isə Allahın mərhəmətindən məhrum olunmuş şeytandan Allaha sığın. Qur'anı anlayaraq, mənaları ətrafında düşünərək oxu. Həmçinin onu başqalarından da dinləməyə səy göstər. Hər bir kəlmənə görə Allah qarşısında cavab verəcəyini də unutma. Verilən ətirdən imtina etmə. Xüsusilə də namaz qabağı ondan istifadə et. Həmçinin misvaqdan da namaz qabağı istifadə etməyi çalış unutma. Şücaətli və mərd ol. Öz əleyhinə də olsa həqiqəti söyləməkdən çəkinmə. Özünə istədiklərini başqalarına da istə. Hər dəfə müslimlərlə görüşdükdə və ayrıldıqda Əssəlamu aleykum de. Salamı sünnədə gəldiyi qaydada, yəni Əssəlamu aleykum və yaxud Əssəlamu aleykum və rəhmətullah və yaxud Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu şəklində de. Onu sabahın xeyir, axşamın xeyir, xoş gördük kimi və s. ifadələrlə əvəz etmə. Bu cür ifadələri ancaq tam şəkildə salam verdikdən sonra söyləyə bilərsən. Görünüşündə və geyimində səliqəli və təmizkar ol. Rasulullahın sallallahu aleyhi və səlləm sünnəsindən, yolundan bərk-bərk yapış. Və sonda dua edib Allah Azza və Cəllədən istəyirəm, Allahım, məni və bütün müslimləri öz kitabına və Rasulullahın sallallahu aleyhi və səlləm sünnəsinə, yəni yoluna uyğun bir işlə ruzləndir. Onun məhəbbətini, yolunu daima bizlərə nəsib elə. Əmin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.